Salam, axşamınız xeyir, mənim dəyərlərim, necəsiz, xoş gördük sizi, neyinirsiniz? Baxmayın, üzüm gülür, amma çox əsəbiyəm, deyəcəksiniz niyə? Siz bilirsiniz ki, mən uzun müddətdir Aranlı məktəbində işləyirdim və o məktəbdə dərs keçilmədiyindən, problemlərdən həmişə söhbət edirdim və məni yalancı çıxardırdılar. Hər hansı bir müəllim günlərlə olmurdu, amma bunu elə mən şikayət etdiyim yerə elə bir məlumat verirdilər ki, yalancı mən çıxırdım, elə bir sanki oğru mən idim. Amma göydəki Allaha tapşırmışdım onları. Mən işdən çıxardandan sonra son bir ildə dərnəklər belə keçilməyə başladı. Mən artıq bu barədə heç nə eşitmirəm ki, yəni ibar yoxdur, amma bir il müddətində onlar özlərini yaxşı apardılar, ağıllı uşaq kimi özlərini apardılar, belə götürək də. Yenə mənə məlumatlar gəlir ki, yenə başlayıblar dərs keçməməyə, öz başınalıq başalıb gedir və mənim hətta övladlarımın belə oxuduğu sinifdə düzgün summativlərin keçirilməməsi, qiymətləndirilməməsi, oxumayan şagirdin nəticələrin daha yüksək olması və oxuyan şagirdləri təəccübləndirir ki, nə üçün mən onun daha çox cavab verirəm, amma onun nəticələri faizi daha yüksəkdir. Demək belə çıxır ki, öz başınalıq yenə başalıb gedir. Kimsənin əmisinə, kimsənin bibisinə, xalasına, bacısı, oğluna dəstək var. Əlbəttə ki, bunu mən belə qoymayacağam, qalsın və buradan onlara xəbərdarlıq edirəm ki, mənə gələn məlumata görə mənim uşaqlarım deyir ki, dərs keçilmir artıq. Yəni, müəllim gəlir, oturur sinifdə, ayağını qoyur ayağının üstünə, manikenlik eləyir, podiuma çıxır, bilmirəm nədir. Bir neçə müəllim haqqında artıq mənə şikayətlər gəlir, başqa valideynlər də hətta iclasda belə narazıçılıqlarını bildiriblər. Mən iclasda iştirak etməsəm də, buradan sizə bildirirəm ki, iclasda iştirak etməsəm də fikirlərimi demək istəyirəm. Son bir həftə sizə vaxt verirəm. Bir həftə mənim yenə oradan bir məlumat gəlsə ki, dərs keçilmir, soyuqluq var, nəticələrlə oynanılır, özləri öz başınalıq başalıb gedir, uşaqlar başlı başına qalıbdır. Bu belə qoymayacağam. Yəni, necə lazımdırsa, yəni məni ora gətizdirməyin də onu demək istəyirəm. Ona görə də zəhmət çəkin, özünüzü toparlayın. Həftənin birinci gündən artıq yenidən düzənməli dərs keçməyə başlayın. Artıq dərəcədə xahiş edirəm. Oldu mu? Belə. İnşallah da ki və ümid edirəm ki, mənim orada oxuyan övladlarım deyib dolaşmayacaqsınız və analarını yalancı çıxartdınız. Onlar yalancı çıxartmağa icazə vermərəm. Çünki özünüz yaxşı bilirsiniz ki, mən anayam. Analar da özdə övladlarına qarşı haqsızlıq olanda bilirsiniz ki, necə olurlar. Ona görə də özünüzü yığışdırın, canınız da çıxsın, dərsinizi keçin. Mənə bir də şikayət gəlməsin. Mənim 2 övladım artıq o məktəbdən uzaqlaşdırmışam məhsilə sizə görə. O 2 övladı uzaqlaşdıra bilmərəm, çünki mənim artıq imkanım yoxdur. Əgər ki, onların da orada oxumağını istəmirsinizsə, daha artıq kef eləmək istəyirsinizsə, onda illik 6.000, 7.000 ödənişini deyin, göndərim onları özəl məktəblərə, əgər dərs keçilməyəcəksə. Mən bir də xəbərdarlıq etməyəcəm sizə. Gələn dəfə hansı müəllimlərin dərs keçmədiyini, məhsilə adlarını, soyadları ilə birlikdə burada səsləndirəcəm. Yəni, məni o həddə gətirib çıxartmayın. Jurnalı götürürsünüzsə, sinifə girirsinizsə, yəni, mən işləyəndə də məsələ elə eləyirdiniz. Uşağı qayıdıb deyir ki, bəs deyirdin ki, dərs keçmir. Direktor gəlib otağa girir, görür ki, müəllim dərs keçir. Bəs əlbəttə ki, bir müəllim var idi, mən çıxmamışdan qabaq qayıdıb dedi ki, sən şikayət eləməklə deyir ki, mən keçməyəcəm, özüm bilərəm. Amma içəri kimsə girsə, əlbəttə ki, rola girib dərs keçəcəm. Çünki belə vicdansız müəllimlərimiz də var. Bəli, öz başına dərs keçmirlər, havayı maaş alırlar. Amma Leyla bunları görüb işıqlandırdı, Leyla şikayət verirdi, yalancı çıxardırdılar. Olsun, amma mən sizə bu dəfə keçməyəcəm. Mənim uşaqlarıma, sinif yoldaşlarına düzəməli dərs keçin. Başqa şagirdlər mənə maraqlı deyil. Hansı, o valideyn özləri bilər. Mənim oğludur, bibim oğludur, mənim qonşumdur, mənə dəxli yoxdur. Jurnalımı götür, get, otur dərsini keçkinə. Gündəlik olaraq uşaqlarla maraqlanın, qrup açın, valideynlər qrup açın, evə verilən tapşırıqlardan bizim də xəbərimiz olsun. Deyirsiniz ki, uşaq oxumur. Göstər, sübut elə. Niyə başqa mənim övladlarımdan hələ indiyə qədər narazılıq gəlməyib, deməyiblər ki, dərs keçmirlər? Demək ki, problem sizdədir, uşaqda deyil. Gələn dəfə təşəkkür videosu çəkmək istəyirəm.